Şehidim var Azerbaycan, vətən sağ olsun deyən yiğidim var Azerbaycan. Bu torpağa qan tökmüşük, şehidi verip diz çökmüşük. Sanmasınlar biz ölmüşük, yiğidim var Azerbaycan. Düşman bize oyun vurdu, viran etti güzel yurdu. Unuttular o bozkurdu, yiğidim var Azerbaycan. Qanlı səkilərdən axışları Güllərə qərq olmuş başdaşlarınız Namusun, qeyrətin daşı şəhidlər Salamlayıram hər bir kəsi. Hal-hazırda Ağcabədidəyəm. Ağcabəddə şəhid Mirağanın ocağına gəlmişəm və çəkmək istəyirəm ki, ana özü dedi. Deməli, Mirağa uşaqlıqda bu evdə dünyaya göz açıb və Mirağa şəhidimiz evin tək oğlu bax bu evdə böyüyüb. Amma baxın, bu evlərdən necə bizim qəhrəmanlarımız çıxdı. Qəhrəmanlarımız çıxıb bizim 30 illik həsrətimizə son qoydu. Bir daha salam olsun. Biz bu günləri, videonun əvvəlində dediyim kimi, biz bu günləri Ağcabədi şəhərinin Qozabəd kəndinə gəlmişik. Qozabəd kəndinə gəlməkdə məqsəd idi ki, onlar yurda ailəsi olaraq Mirağa qardaşımın, Əliyev Mirağa Musaoğlu qardaşımızın ev muzeyinə gəlmişik. Böyüyüb boya başa çatdığı həyətə gəlmişik. Yanımızda Mirağamızın atası, onu vətənpərvərlikdə böyüdən, özü 1-ci Qarabağ qazisi olan Musa ata və Mirağamızın anası Lüqa ana iştirak edir. Və burada bu ziyarətdə bizimlə Kürdəmir şəhidi, evin yeganə övladı Nəzər qardaşımızın anası iştirak edir. 1-ci Qarabağ şəhidi 15 yaşlı məktəbdən, yəni birbaşa müharibəyə qaçmış Seyranımızın anası Gülnar ana iştirak edir və çəkilişi aparan isə 1-ci Qarabağ şəhidi Yaşarımızın bacısı Vəfə xanım iştirak edir. Allah hər birinizdən köməkçi olsun, Allah hər birinizdən razı olsun. Bəli, biz də bu evi çəkirik, Mirağa ocağını çəkib göstərmək istəyirik ki, bizim görün necə oğlanlarımız olub. Mirağa evin tək oğlu idi, 2 bacının tək qardaşı idi. Qardaşımız 44 günlük müharibədə bizlər üçün şəhid oldu. Torpağımızı bütövləşdirdilər, necə deyirlər, xəritəmizi bütövləşdirdilər. Qarabağımızı alıb, amma özləri geri dönmədilər. Baxın, sizə xahiş çəkin, hər kəs qoy Mirağamızı tanısın və hər birimizin Mirağalara ödəyə bilməyəcəyimiz bir borcumuz var. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, Allah bütün şəhid valideynlərinə səbir və dözüm versin. Nə qədər Azərbaycan var, inşallah şəhidlərimiz də var olacaq. Bizlər şəhidləri unutsaq, deməli özümüzü unutmuş kimi bir varıq. Nə qədər özümüzə hörmət qoyuruqsa, Mirağalara da bir o qədər hörmət qoymalıyıq. Və bu dəyərli yanımızda olan bu cənnət mələklərinin valideynlərini unutmayaq. Bazara bildiyimiz qədər gəlib bu evləri inşallah ziyarət eləyək. Bir daha buradan qardaşıma deyirəm, çünki onlar ölməyiblər, yaşayırlar. Mirağam, ruhun şad olsun, düzdür, sən qədər də ola bilməz, amma bazara bildiyimiz qədər sənin atanı, ananı və heç bir şəhid qardaşlarının valideynlərini bazara bildiyimiz qədər onların yol ailəsi olsun.